Son günlər Ağvağların Neftçala şəhərinin mərkəzində çoxalması sakinləri narahat etməyə başlayıb. Bu hal ən çox şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, yüzlərlə Ağvağ qəfildən küçədə yerləşən idarələrin birinə məxsus yaşıllıq sahəsinə hücum edib orada yaşamağa başlayıblar. Sakinlərin də qara günləri bundan sonra başlayıb. Onlar söyləyirlər ki, Ağvağlar səhərlər ərazini tərk edir, amma axşam saatlarında yenidən bura yığılır. Bu zaman quşların qəribə səsi əhali arasında vahimə yaradır və bu hal səhərədək davam edir. Bundan əlavə ətrafı üfunətli qoxu bürüyür. Belə ki, ağaclardan və ətraf ərazilərdən yayılan kəskin nəcis qoxusu səbəbindən evlərdə pəncərə açmaq belə çətinləşir. Sakinlər iddia edir ki, Ağvağların bura gəlişindən sonra çoxillik ağaclarda quruma da müşahidə olunur. Qoxu, nəcis qoxusu. Ay Allah, bu nədir? Bir yağış yağsın, yüngül bir yağış. İndi sentyabr, oktyabr ayları gəlir, fəsil dəyişir. Buradan keçmək mümkün deyil. Qabaq tərəfdə aptekdən maska alasan ki, buradan məktəbə gedə biləsən. Qabaq tərəfdə məktəb var. Sabah bir gün bu quşlar bura comluq şəkildə gələ bilirlərsə, ölsələr, yerə düşsələr bir virus yayılacaq. Virus yayılandan sonra qurumlar gəlib məsələ həll eləməlidir. 2000 dənə, 3000 dənə. Bir dənə görsüz ümumiyyətlə görmək olmur. Keçən dəfə biri ölmüşdü, yerə düşmüşdü. Gəldim ayağımla ki, atım o biri tərəfə. Bir də gördüm başımın üstünü necə tutdularsa, bunlar hücum eləmədilər. Amma adam qorxur da. Mən saat 5 oldu, burada bağlayıram, evin də qapısını bağlayıram, pəncərəsini bağlayıram ki, bunların səsi içəri girməsin. Bunlar ifunət iyi verirlər. Bu quşlarla problemimiz odur ki, səsdir, iyiydi. Baxmadı, insan nəfəs almaq istəyir, səsdir. Gecə vaxt adam qorxar. Bu qarı elə qarılırlar ki, adam qorxar. Deyəsə görsə küçədə nə olub? Çox pis verir qarda. Mundar ilə iyi var. Axşam hava qaralana yaxın hamısı kötülürlər bura. Səhər-səhərdəki hava açılan kimi buradan uçub gedirlər. Biz də xahiş edirik ki, adəti qurumlardan bəlkə hansısa köməkliksə bizə eləyəsiniz. Ekoloq Gülşən Piriyeva bildirir ki, Ağvağların şəhər ərazisində xüsusilə görünməsi bir çox məsələ ilə bağlı ola bilər. Onlardan biri ölkə yaxınlarında müharibələrin baş verməsidir ki, köçəri quşlar şəhərlərə pənah gətirir. İkinci məsələ Kür çayında suyun qalxma prosesindən sonraki vəziyyətə görə ola bilər. Belə ki, Kürün aşağı axarlarında həşərat və müxtəlif suda, quruda yaşayan heyvanların çoxalması Ağvağları şəhərlərə gətirib çıxarıb. Onlar adətən qida çox tapdıqları yerə gəlirlər və həmin qidalarla qidalanırlar. Bu quşların ifrazatının tərkibində həddən artıq turşuluq və azot çox olduğu üçün o ətraf mühitə pis təsir edir. Əgər yarpaqların bitkinin gövdəsinin üzərinə düşürsə onları saraldır. Torpaqda çoxlu miqdarda yığılaraq torpağın turşuluğunu artırır. Bu da bitkinin köklərinə ziyan verməklə sonra bitkilərin yavaş-yavaş məhv olmasına səbəb olur. Bu quşların həmçinin artmasının səbəbi Kürün səviyyəsinin qalxması olmaqla eyni zamanda da bizim ətrafımızda baş verən müharibələr də ola bilər. Çünki adətən belə müharibələr və yaxud səs-küy çox olduqda quşlar da öz yaşayış yerini, ekoloji mühitini dəyişirlər. Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumların hərəkətə keçməyini gözləyir. Onlar bildirir ki, əks halda bu problem uzun çəkəcək.